xahiş edirəm keçməyin içəri, xahiş edirəm. Qurban olum keçməyin, ay bacı. Nə olar bura girməyin. Ay bacı, yolun üzbözündə meyvə tərəvəzdə mənim də estetik klinikam var da. Geri gedək orada müalicə alım. Qılman keçən həftə gəldim sən mənim üzümü nə günə qoydun? Nə günə qoydum? Nə günə qoydun? Əki yeri, ay bacı, xahiş edirəm sən girmə. Qurban olum sən girmə. Sən mənim baldızımsan, heç olmasa sən gedək mənim yanımda müalicə al. Nə qohum? Ne qohum? Ne bilim valla. Ay hanım, ay kızlar bir yer gözlüyün değil mi? Ay bacı. Selamünaleyküm. Salam, xoş gəlmisiniz. Nətərsiz? Öyle ne? Bazı istəyirəm özümü sizlə tanış eləyəm. Uzman Qılman Hoca. Özü də köhnə uzmanlardanam. Təhsilimi də Iğdırda Maliyyə və Tibb kollecində almışam. Bəli. Özü də sizin bu akademi estetlə üzbəüz yolun o tərəfində meyvə tərəvəz dükanında bir dənə qəşəng estetik klinika açmışam ki, nəmnə uzunluğunda. Mən başa düşənmirəm ki, mənim klientlərim o boyda səviyyəli yeri qoyub bura nöhün gəlirlər. Bağışlayın Qılman bəy. Birincisi klient yox, pasient. Aycan? Pasient. Pasient, bəli. Bəli. İkincisi, sizə öz fərqimizi göstərmək üçün gəlin sizi klinikamızla tanış edim. Buyurun. Buyurun. Burada üzün təmizləməsi, üzə qılluq və digər bu kimi prosedurlar həyata keçirilir. Burada botoks, filler və sap prosedurları həyata keçirilir. Bəli. Bura klinikamızın lazer otağıdır. Lazer proseduru müasir standartlara uyğun ən son model Candela Pro-U aparatı ilə həyata keçirilir. Candela Pro-U, Xanım, bir yağdan utanmam deməyə, mənim də sıfatıma yüngülvari əl gəzdirə bilərsiniz. Bəli, akademi estet həm xanımlar, həm də bəylər üçün nəzərdə tutulub. Buyur, nə yaxşı, onda nə gözlüyün, gedim meyvəyə yığım yerinə, klinikamın varatasını bağlayayım gələm, gözlüyün, nə yaxşı.